Hansını deyirsiniz? O arcsinus məsəl üçün yazırlar. Yazarlar. Benim altında var bir dənəsi. Məsələn, arcsinus nə desəniz, bax bura, məsələ burasındadır ki, bura alfa yaza bilərəm və sinusun altı alfa. Bu alfaya bərabər olduğu hallar var, anladımlar. Bir dəqiqə burasını deməliyəm. Bu nəzəriyyəni birinci yaxşı bilmək lazımdır. Bu bilirsiniz hansı alfalar üçün doğrudur. Arcsinusun qiyməti hansı bucaqlara ala bilər? -90-dan. Deməli, bu alfa -90-dan 90-a qədər olanda bu doğrudur. Deməli, bu doğrudur. Nə vaxt? Dərəcə ilə -90 kiçik bərabər alfa kiçik bərabər 90 dərəcə olanda. Bəs radianlar nə zaman doğrudur? Bu da aydındır da. -pi/2 kiçik bərabər alfa. Bu belə olduqda doğru olduğunu bilirik. Bu bəzən çaşqınlıq yaradır. Bəzi adamlar elə bilir ki, indi bura götürüb mən məsəl üçün 10 yazsam, götürüb elə bura 10 yaza bilər. Olmaz. Əlbəttə bu 10 dərəcə olsa sən bura 10 dərəcə yazardın. Amma bu 10 radiandır. Ona görə sən bura 10 radian yaza bilməzsən. Niyə? Çünki arcsinusun qiyməti -pi/2 radianla pi/2 radian arasında. Adama deməzlər, bu deyil, 10 radiana çevirsək, yəni təxmini yazsaq, -1,57 radianla nə? 1,57 radian arasında qiymət alır. Sən nə yazırsan ki, bu bərabərdir 10 radiana? Olmaz axı. Bu halda nə edirlər? Bunu biz dərslərimizdə çox dəqiq çözmüşük. Hətta mən sizə ev tapşırığı verəndə dedim ki, istəyirsinizsə ki, bunu tam beyninizə otursun. Arcsinus sinus 1-dən arcsinus sinus 12-yə qədər elə olacaq hali. Ondan sonra sizin heç vaxt bu yaddaşa əsaslanmır, təfəkkür əsaslanır. Bunu yadda saxlamıram ki, mən deyirəm ki, yadda saxladım, bunun yolunun sirri nədir? Bəli, bunun asan həlli yolu odur ki, mən bu sinus alfanı, biz bilirik ki, sinus alfanı, sinus onu özünə bərabər, mən bu sinus onu özünə bərabər olan elə bir sinus alfa ilə əvəz edəcəm ki, həmin alfa -pi/2 ilə nəyin arasında olsun? İndi deyirsiniz ki, necə edəcəksən? Bunun üçün biz sinus alfanı nə ilə əvəz edə bilərik? Gəlin onu trigonometriya bölməsində xatırlayaq. Biz bilirik ki, sinus alfa, mənimlər, balaca bucaqlarla alfa çıxar 2pi ilə eynidir. Çünki 2pi onun dövrüdür. Daha nə ilə eynidir? Sinus alfa çıxar 4pi ilə eynidir. Daha nə ilə eynidir? Alfa çıxar 6pi ilə eynidir və s. Bizə niyə çıxaq yazıram? Çünki 10 radianı balacalaşdırmaq lazımdır. Bir daha bu işimizə yaramaya da bilər. Sinus alfa daha nə ilə eynidir? Sinus alfa pi çıxar alfa ilə eynidir. Daha nə ilə eynidir? Bunun üzərinə 2pi əlavə edəcəm. Ay yaşayın, halal olsun. Bax, bunu gərək hər bir müəllim bilsin və s. Elədirmi? İndi mən sinus onu elə bir bucaqla əvəz edəcəm ki, o bucaq gəlib bu aralığa neynəsin? Düşsün. Aydındır. 10 ora düşmür. 10 radian bu arada deyil. Onda mən yazıram. Bunu ən gözəl yolu hesab edirəm ki, budur və daha bunu dərəcəyə zada çevirmək heç düz iş deyil. Sinus 10 çıxar 2pi yazıram da, bu edir 6,28, ondan çıxıran 6,28, 3 tam nə qədər? Bura düşmədir ki, deməli bu yaranır. Keçirəm 4pi-ni yoxlamağa. 4-ü vururam üstdən %14-ə, 12 tam %56, mənfi 2 tam %56. O hara düşür, çıxdı qırağa. Çıxdı qırağa. Deməli, çıxaq 4pi dəyişmə yaramadı. Çıxaq 6pi dünəndən yaranır. Deməli, bu birinci düsturlara deyilən əlvida, siz mənim işimə yaramadı. Keçirəm ikinciyə. İkinci cərgədən istifadə edirəm. Pi çıxaq 10. Pi çıxaq 10-la əvəz edərsəniz, amma sinus pi çıxaq 10, pi çıxaq 10 bucağı bu intervala düşmür. Götürüb buraya yazıram 3 pi çıxaq 10. Aha, və sonu bitdi. 3 pi çıxaq 10, bu eləyir 9,42 çıxanda o, -0,58 radian o da burada var. Deməli, mən bu sinus 10'u pozuram, arcsinus sinus 10'dakı 10'u pozuram, yazıram arcsinus. Çox sadə bir sualdır əslində. Sadəcə olaraq biz bunu belə böyük bir problemə çevirmişik. 3pi minus 10, bu da bərabərdir. Artıq bu arzu etdiyimiz bucaqdır, cavab 3pi minus 10. Aydındır. İndi mən bunu deyim ki, sizə cavabların içindən də seçə bilərsiniz. Düzdür, bu həqiqətən belədir. Amma belə olmaya da bilər də. Birdən yazdılar arcsinus sinus 10, üstə gəlir arccosinus cosinus -4. Onda cavablardan seçilməsin. Amma belədə cavablarda niyə seçərsən?
Baxın görün hansıca bax mənfi pi bölü 2, pi bölü 2 aralığındadır 1 və ikinci. Hansı bucağın sinusu, sinusonundan üst-üstə düşür 2. Bu ikisini yoxlayıb yer edə bilərsiniz. Amma indi götürüb ora arc sinus, sinuson plus, arc kosinus, kosinus mənfi 4. Ha indi bura sinus mənfi 10 yazsalar nə edərsən? Mənfilərdən buradan qırağa çıxar, sonra lap qırağa çıxar. Ya da istəyirsən mənfi 10 olanda üzərinə 2 piləri gələ. Bax üzərinə də gələ bilirsiniz. Aydındır da, sinus alfa plus 2 pilə deyilir. Yəni bu ciddi bir problem deyil. Bu sual düzdür, çətin kimi görünür, amma o qədər də çətin deyil. Aydındır. İstəyirsiniz arc kosinusdan da belə baxaq. Amma tangensdə, kotangensdə Orada lap rahatdır. Çünki orada alfanın üzərinə pi, 2 pi, 3 pi, 4 pi gəl və çıx. Çünki pi dövrdür orada. Pi çıxaq yoxdur. Çünki tangens pi çıxaq alfa, mənfi tangens alfadır. Orada olmaz eləmək. Amma pi üstə gələr. Bəli, pi üstə gələk və pi çıxaq. Yox, alfa üstə gələk pi və alfa çıxaq pi. Alfa üstə gələk həm cüt pi, həm tək pi. Alfa çıxaq cüt pi, alfa çıxaq tək pi. Tangens də eynidir. İstəsəniz birinə də baxa bilərik. 2 pi, alfa üstə gələr 3 pi, belə də yazır. Ada yaza da bilərik. Baxır hansı bizim işimizə yarayır. Bu qədər. Sağ olun.